Bəli, hansı tablarımız var idi? File, Home, Insert, Draw, Design, Layout, Referans, Mail'e keçmirdik amma var. Review, View, Help-i keçmirdik amma var. Başlayaq File. File'ın daxilinə ilk gəlirdi Home. Home'da nələr var idi bax? Yeni ağ səhifə yarada bilərdik buradan və yaxud da ki, hər hansı şablon səhifələr yarada bilərdik bax gördüyünüz kimi. Ondan sonra burada son açılmış, belə deyək, 25-dən 50-yə qədər faylları göstərir. Təbii ki də o 25-dən 50-yə qədər default hissəsi idi. Biz onu Option tabından dəyişdirə bilirdik. İkinci yer new, qısa yolu Ctrl-N idi. Yeni boş vərəq və yaxud da ki, şablon, hər hansısa bir şeylər yarada bilirdik. Hətta buradan gördüyünüz kimi CV-lər belə yarada bilirik. Baxın, bunları CV kimi istifadə edə bilərik. Open, qısa yolu Ctrl-O idi. Daxilində nələrimiz var idi? Open var idi, Open with var idi. Sonra görək harda var onlar. Open with var idi və yaxud da ki, nələrimiz var idi? Yalnızca oxuna bilən var idi. Əsas odur. Yalnızca oxuna biləndə nə üçün idi? Misal üçün, daxilində dəyişiklik eləyə bilirdik, amma şərt daxilində. Hansı idi bu şərtimiz? O idi ki, save as eləyək. Yəni, faylın özündə yox da, başqa bir faylda, başqa bir adla yadda saxlamış olaq. Sonra gəlir share hissəsi paylaşmaqdır. Buradan PDF şəklində, Word şəklində paylaşa bilərik. Harda paylaşa bilərik? Google-da paylaşa bilərik. Yəni Chrome-da və s. paylaşa bilərik. Ondan sonra bloqlarda paylaşa bilərik, e-maillər vasitəsilə paylaşa bilərik və s. Info hissəsi bizim üçün önəmli idi. Niyə önəmli idi? Çünki burada protect var. Protect vasitəsilə biz ona parollar yerləşdirə bilirdik. Save hissəsi qısa yolu Ctrl-S-dir. Nə idi? Faylı öz adı altında yadda saxlayırdı. Yəni, belə deyək, hər hansısa bir dəyişiklik elədik, tutalım ki, biz o dəyişikliyi yadda saxlayanda artıq əvvəlki faylla əlaqəmiz itirdi. Amma save as nə idi? Başqa adla, başqa yerdə, başqa uzantı ilə müəllifi dəyişdirə bilirdik və ən əsası parollar qoya bilirdik. Yəni, qısa konkret bir səhifəmizin özü qalır, bir də əlavə olaraq yeni üzü yaranmış olur. Print əmri çapa göndərmək üçündür. Print əmrinin daxili əmrləri var. Misal üçün, burada copy hissəsi var, kopyaların sayıdır. Burada adına məlum olduğu kimi print to PDF-i hazırlaşdırır, yəni daha doğrusu hazır edir. Görünməz, görünən və s. nəsə varsa hamısını burada düzəldir. Print all page-in alt əmrləri var idi. Hansılar idi? All page bütün səhifələri çap edirdi. Current page hal-hazırda, yəni cari səhifəni çap edirdi. Cari səhifə bildiyimiz kimi bir səhifədən ibarət idi. Selection seçdiyimiz aralıqlar idi. Custom printdəki özün bax burada gətirib hansıları istəyirsənsə onları çap eləmək üçündür. Burada ODD, yəni 3 dənə simvoldan ibarətdir tək səhifələr və nəhayət o birisini even 4 simvoldan ibarətdir. Even sözü, yəni 4-ün özü də cüt olduğu üçün cüt səhifələri çap eləməyə kömək eləyir. Print one site var, both site var. Both site nədir? Hər iki üzdə çıxarmaq üçündür. One site da bir üzdə çap etmək üçündür. Collated, uncollated məsələsi var idi. Collated, misal üçün 10 səhifəyə malik bir faylım var idisə, götürürdü 1-dən 10-a qədər çap eləyirdi. Burada tutalım ki, kopya sayını biz yazmışıq 5. 5 dəfə 1-dən 10-a qədər davamlı şəkildə çap eləyəcək. Bəs uncollated nə idi? O da birinci səhifədən 5 dənə çap eləyəcək. Sonra keçəcək ikinci səhifəyə 5 dənə çap eləyəcək. Sonra üçüncü səhifəyə. Arasındakı fərq nədir? Collated olanda sırayla 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 çap olur. Amma uncollated olanda 1, 1, 1, 1, 1, 1, 2, 2, 2, 2, 2, 3, 3, 3, 3, 3 belə davamlı şəkildə çap eləmiş olurdu. Orientation onun səmtləşməsidir, yatay mı, yoxsa dikey modda mı çap eləsin, belə deyək. Letter vərəqin ölçüləri də buradan tənzimləyə bilirik. Margin kənar boşluqlarını, baxın buradan istədiyimiz qədər tənzimləyə bilirik daxilindəki yazıları. Və gəlir nəhayət sonuncusu
page per sheet hissəsi. Bu page per sheet nədir? Misal üçün tutalım ki, şparqalka hazırlamışıq da, yəni ki, universitet vaxtı hər birimiz. Hər birimiz olmasa, indi hazırlayan görmüşük ən azından. Nə idi bu şparqalkalarda? Bir dənə A4 kağızında bizim faylımızın 16 dənə səhifəsini çap edə bilirdilər. Maksimum 16-dır, minimum 1-dir. 1, 2, 4, 6, 8, 16 şəklində də yerləşirilir. Bax, gördüyümüz kimi bir dənə səhifəni bir səhifə çap elədi. 8 dənə səhifəni yığdı A4-ün 8 hissəsinə, 4-ün 2-yə şəklində. Və yaxud da ki, 16 dənə 4-ün 4-ə şəklində yığmış oldu. Export xaric edilməkdir, PDF şəklinə çıxarış eləyir. Close bağlamaqdır, qısa yolu Ctrl-W və yaxud da ki, Ctrl-F4-dür. Bax, gördüyünüz kimi hal-hazırda cari faylı bağladı, yəni bağlamır da bir də. Word-ü bağlamış olmur. Neysə, burada bir dənəsini açaq. Ondan sonra gəlir account hissəsi. Account hissəsi bizim haqqımızda bütün məlumatlardır burada gördüyünüz kimi. Bir də option tabın daxilində nələrimiz var? General hissəsi var. General hissəsindən burada misal üçün screen tip style seçə bilərsən ki, misal üçün ekrana mouse'un hissəsini gətirirsən, həmin hissəni sizin üçün izah eləyir bircə-bircə. Və yaxud da ki, burada nələrimiz var? Display var, ekrandakı görünməyən çapları və çap nədir? Simvolları və s. burada tənzimləyir. Ondan sonra proofingdir, orfoqrafik, alfabetik səhvlərin düzəldilməsidir. Save hissəsində auto-save hissəsi var, misal üçün. Bax, Word dokument kimi save elədiymişəm məndə. Hara çap elə, bu hissəyə çap elə, çap elə nədir, çox üzr istəyirəm, qayd elə və s. Language, buradan dili dəyişdirə bilirik. Accessibility, əl yetərliliyi üçündür. Advanced hissəsi, buradan xəttkeşin ölçülərini və s. dəyişdirmək olar. Customize ribbon vasitəsilə, bax, buradan gördüyümüz kimi yeni lent əlavə eləyib və yaxud da ki, onları silə bilirəm. Bax, buradan da gördüyünüz kimi. Quick Access Toolbar, bax, bu sol tərəfdə gördüyümüz toolbara əmrlər əlavə eləyə bilirik. Məndə misal üçün hissəsi var, hal-hazırda 4 dənəsi gördüyünüz kimi. Add-ins qoşmalardır. Trust Center-dakı təhlükəsizlik mərkəzidir. Yəni, trust nədir? İnanmaq deməkdir. Güvənirliyi sağlamaq üçündür. Ondan sonra, neysə, buradan çıxdıq. Gəlirik Home. Home-un daxilində nələrimiz var idi? Bircə yenidən baxış keçirək. Birincisi, Clipboard var idi. Clipboard nədir? Mübadilə buferi. Mübadilə buferin əmrləri hansılar idi bəs? Burada gördüyümüz, biraz yaxınlaşdırım deyəcəm. Cut, copy, paste mübadilə buferinin əmrləridir. Bir də burada format painter var idi. Cut nə eləyirdi? Kəsirdi, qısa yolu Ctrl-X, qısa yolları əzbərləyirsiniz, çünki düşür, çox düşür. Ondan sonra copy, kopyalamaq üçündür, qısa yolu Ctrl-C-dir. Paste, yapışdırmaq üçündür, qısa yolu Ctrl-V-dir. Format painter nə idi? Sadəcə olaraq formatını eyniləşdirmək üçündür. Məsələn, mən burada yazıram Sənanmı, bir dənə də buraya yazıram Sənanmı, tutalım ki. Buna gətirirəm, verirəm, bold, italic, underlined, ad günüdür. Buradan da yad eləmiş olaq. Yad eləmişən də biraz sıxır. Nəysə, yad eləmiş olaq. Buradan da arxa fonuna misal üçün rənglər verdik. Gəlirəm buradan bunun formatını kopyalayıram. Sonra digər Sənanmının üzərinə yapışdırıram. Gördüyünüz kimi eyniləşdirmək də demək olar bunun adına. Ondan sonra gəlir bizdə font hissəsi. Font şrift deməkdir. Yazının şriftini ölçmək üçündür. Daxilində yaxınlaşıraq, yenə daha yaxın baxaq. Birincisi, bu arada default olaraq gördüyünüz kimi kalibri 12-dir da. Yəni biz Word-ü açanda ilk gələn hissəsi budur. Kalibri bunun yazının şriftləridir, tipləridir. Sonra bu şriftin ölçüsüdür. Şriftin ölçüsünü bir-bir artırır, şriftin ölçüsünü bir-bir azaldır. Bunun daxilində əmrlərimiz var. Sentence case cümlə rejiminə keçirir. Yəni, ilk hərf böyük, qalanları kiçik yazılır. Lowercase hamısını kiçiklə yazmaq üçündür. Uppercase hamısını böyüklə yazmaq üçündür.
Sonra gəl capitalize each word, hər sözün ilk hərfini böyüklə yazır. Toggle case bunun belə deyək, mənası fərqlidir. Məna olaraq deyir ki, buna böyükləri kiçiklə yaz, kiçikləri böyüklə yaz. Amma prosti buradan da gördüm. Bəli. Kalibri 12. Hə, minimal 8, maksimal 72. 8. Hə, bəli, o 12-dir. Amma belə minimal 8, maksimal 72-dir. Ondan sonra gəlir, harda qalmışdıq? Toggle case dedik. Yəni belə loru dildə desək, ilklər kiçik yazılır, qalanları böyük yazılır, amma elmi dildə desək, tam əksinə çevirmək üçündür. Bu sadəcə formatını silir. Yəni bayaq biz format verdik, bold, italic, underline, bunları silmək üçündür. Bold qalın yazmaq üçündür. Qısa yolu Ctrl+B, italik kursivlə yazmaq üçündür. Qısa yolu Ctrl+I, underline altına xətt çəkmək üçündür. Qısa yolu Ctrl+U. AB üstünə xətt çəkməkdə bunu qanunvericilik dərsində çox görərsiniz. Misal üçün, bəzi yerlərdə deyir ki, məxsus deyil, mənsubdur və s. Üzərindən xətt çəkir də, orada yadımıza gəlir yəqin ki. Bu da onun üçündür. Yəni, sadəcə sözün üzərindən xətt çəkməyə kömək eləyir. Ondan sonra indeksdə yazır. Qısa yolların hamısı da burada var da gördüyünüz kimi Ctrl Shift altdan xətt. Bu arada qısa yolları əzbərləyin, yenə deyirəm, çox düşür. Sonra kvadratında dediyimiz, yəni qüvvətində yazırıq. Kölgə effekti veririk biz həmin yazıya. Bayaq gördük, buna deyirik qızların və bəzi oğlanların istifadə etdiyi bu flomasterlardandır. Bu da ki, şriftin rəngini dəyişdirməyə kömək eləyir. Gəlirik paragraf hissəsinə. Bu arada bizdən imtahanda düşə bilər ki, verilmiş mətn fraqmentini hardan gizləyirik? Fontdan gizləyirik. Baxın, buradan gəlirik fontun alt əmrlərini. Bunu seçdik burada. Fonta girdik. Buradan hidden əmri vasitəsilə onu seçib gizlədə bilərik. Misal üçün, hidden eləyək, getdi. Onu da geri qaytarmaq üçün buradan gəldik, seçdik. Bunu geri qaytara bildik. Bu ekrandadır deyə dona işləyir. Ondan sonra gəlirik paragraf hissəsinə. Paragrafımız nələrdir? Bax, bulletlərdir bildiyim. Sizə yaxınlaşdırmır? Ciddisiz? Yaxınlaşdırmırsa deyin də bəs. Mən normalda yaxınlaşdırmalıdır. Sonra gəlir bulletlər. Bulletlər qarşısında, misal üçün, xüsusi işarələr qoymaq üçündür. Hansı işarələrdir ki, burada var. Gördüyünüz kimi, bax, bunlar. Aşağıda Sənan müəllimin qabağında oynayırlar, bax. Görürsünüz, misal üçün, belə qoyduq. Qoy Sənan müəllimi təsdiqləsin. Sonra gəlir, rəqəmləyə bilirik buradan və yaxud da ki, rum rəqəmləri ilə və yaxud da ki, quizlər hazırlaya bilərik buradan. Digər daha high level üçündür, belə deyək. Misal üçün, özümüzü reklam eləmək istəyirik. Tutalım ki, deyirik Bakı Dövlət Universiteti, oxuduğumuz fakültəmiz tətbiqi riyaziyyat və kibernetika, qurtardığımız ixtisas da tutalım ki, kompüter elmləri olsun. Hər biri bir-birinin ad çoxluğudur deyə belə yazmaq daha rahatdır. Prosta ki, bunu düzəltmək rahat deyil, problem orasıdır. Sonra gəlir abzasın sağdan və soldan boşluqlarının təyin edilməsi, gördüyünüz kimi. A-dan Z-ə doğru burada gördüyümüz çeşidləmələrdir. Ascending A-dan Z-ədir, descending Z-dən A-yadır. Yəni, biri ascending azdan çoxadır, descending çoxdan azadır. Necə yadımıza saxlaya bilərik? Ascending A ilə başlayırsa azdan çox olur, descending də D ilə başlayırsa əks olmuş olur. Belə yadımıza saxlaya bilərik. Ondan sonra gəlir abzasın soldan, mərkəzdən, sağdan, hər iki tərəfdən boşluğunu tənzimləyən hissə. Soldan boşluğu qısa yolu Ctrl+L, mərkəzdən boşluğu qısa yolu Ctrl+Y, baxmayaraq ki, mərkəz ingiliscə C deməkdir. Sağdan bu birisidir, justified. Sağdan boşluğu Ctrl+R və hər iki tərəfdən boşluğu Ctrl+J-dir.
Bu kitablarda gördüğünüzdür. Ondan sonra bu sətirlər arası boşluqların təyin olunması, bax, misal üçün, ikinci Sənan müəllim tutan birincidən küsür, biraz da uzaqlaşır, yaxınlaşır, bax, görürsünüz şəkildən. Ondan sonra bu seçilmiş, belə deyək, abzasların rənglənməsi üçündür. Bax, tutalım, qara eləyək, ya Sənan müəllimin özünə uyğun bir rəng seçsək, tutalım ki, bənövşəyi. Digəri də abzasların sətirlərə alınmasıdır, yəni çərçivələrə alınması üçündür. Ondan sonra gəlir style'lar yazı tipləridir. Gəldik əsas məsələyə. Find-ın əmrlərinə. Find nədir? Axtarışdır. Qısa yolu Ctrl+F. Ctrl+F və yaxud da ki, F3-ü də basanda normalda işləməlidir. Diqqətli. Ctrl+F ilə ifadə eləyin, elə getsin. Ctrl+F-dir, bax, gördüyünüz bu səhifə açılır. Axtarışdır. Bunun daxilində go to əmri var. Giririk go to-ya. Go to getməkdir. Nələrdir bu go to? Misal üçün, səhifələr arası keçid edir. Və yaxud da ki, burada digərlərini də özümüz seçə bilərik. Əsas səhifə arası keçiddir. Məsələn, mən keçmək istəyirəm 5-ci səhifəyə tutalım. Buraya yazacam 5. Amma burada belə bir məsələ var idi. Tutalım ki, 30 səhifəyə malik bir dənə faylımız var. Bunu buradan silim, yazılı şəkildə göstərim, daha rahat olsun. Başım bunu silək. Tutalım ki, 30 səhifəyə malik faylımız var. Mən hal-hazırda durmuşam, məsələn, 15-ci səhifədə. Plus 15 yazsam, hara gedəcək? 30-a. Bəs plus 20 yazsam, hara gedəcək? Bəli, yenə 30-a gedəcək. Halbuki 15-in üstə 20 gələndə 35 edir. Amma ən sonuncum 30-dur deyə, elə gəlib 30-da ilişib qalır. Məsələn, minus 7 yazsam, hara gedəcək? 8-ə. Bəs minus 20 yazsam, hara gedəcək? Yox, 1-ə. Bəli. 1-də gedib dayanmış olacaq. 0 deyə bir şey yoxdur, Mansur. Yaxşı. Deyir, birinci səhifədə qalır. Bəs dümdüz 7 yazsam hara gedəcəkdi? Bəli, 7-ci səhifəyə gedəcəkdi. Ctrl C, bəli. Sonra gəlir replace, qısa yolu Ctrl H-ı əvəz etmədi. Misal üçün, mən tutub səhvli ilə yazmışam bura Sənanmı. Amma mən bunu dəyişdirmək istəyirəm. Misal üçün, Mansur mı ilə. Gəlirəm burada replace all eləyirəm. Gördüyünüz kimi bütün Sənanmılar dəyişdi oldu Mansur mı. İndi bunun da arxa fonunu dəyişmək lazımdır. Çünki hərənin özünə görə rəng qoyuruq. Bunun arxa fonunu dəyişək olaraq, misal üçün, boz. Select-ə gəlirik. Select all bütün hamısını, bax, gördüyünüz kimi seçir. İkinci gəlir select obyekt, sadəcə obyektləri seçəcək. İndi biz burada hamısını yazmışıq deyə, gəlib bunlar seçilmiş olur. Select all text with similar formatting, eyni formata malik olanları siləcək. Bir də burada selection pane gəlir. Selection pane vasitəsilə də, bax, burada yazdığım şəkilləri, obyektləri hide all eləyərək hamısını gizlədə bilirəm. Sonra da show all eləyərək obyektlərin hamısını geri qaytarmaq mümkündür. Ondan sonra gəlir invert. Invert nədir? Insert. Insert'in daxilində birinci cover page gəlir. Yəni ilk səhifə necə olsun, sən buradan tənzimləyirsən. Blank page boş səhifəyə atdı, bizə gördüyünüz kimi bir boş səhifə yaratdı. Ondan sonra, bax, ortadadır. Ondan sonra gəlir page break-dəki, misal üçün, mən burada m-ni ayırmaq istəyirəmsə, page break eləyirəm, gördüyünüz kimi fasilə atır. Mansurdan sonra qoymuşdum deyə, ondan sonrasını başqa bir səhifəyə göndərmiş olur. Hətta belə baxsaq görəcək. Burada bir boş səhifəm var idi. Çünki bayaq blank page əlavə eləmişdik. Bu atdığı m-dan əvvəl page break eləmişdim. Bu da birinci səhifənin ikinci səhifə arasında bir page break, daha doğrusu blank page atmışdım deyə gəlmiş olurdu. Bunların hamısını Ctrl Z eləyək, daha səriqəli görsənsin.
Sonra gəlir bizim table'larımız, cədvəl əlavə etməkdir. Bax, biz cədvəl əlavə eləyən kimi yuxarıda gördüyümüz kimi əlavə tab vərəqləri açılır. Biri dizayndır, biri table layoutdur. Dizayn vasitəsilə header row-dur, yəni başlıq sətirlə daha biraz fərqli eləyək bunları tutalım ki. Yəni bunları silim tezcə. Hə, daha qəşəng dursun. Hətta bunu da buradan ləğv eləyək. Hə. İndi burada gördüyümüz kimi table design gəlmiş olur. Table dizaynın daxilinə header row-lar var, yəni başlıq sətirlərini təkrarlatdırmaq üçündür. Total row var, ən sonuncusunu baxın idarə eləmək üçündür. Banded row-dakı mərkəzdəkiləri idarə etmək üçündür. First column ilk sütundur. İlk sütuna baxın, rəngi bax, bir dənə buna fikir verin, görəcəksiniz. Rəngi dəyişir, yenidən özünə gəlmiş olur. Last column ən sonuncusuna baxın, ən sonuncuda bir dəyişikliklər olur. Postu yaxşı görsənmir də əfsar olsun ki. Bir də banded row var, ortadakıları idarə eləyə bilirsiniz. Ondan sonra əsas məsələ budur. Bax, iyulda imtahana düşmüşdü, dümdüz. Bax, bunun vasitəsilə stilini dəyişdirə bilirsiniz. Misal üçün, biraz qalın eləyə bilərsiniz. Və yaxud da ki, ikililər eləyə bilərsiniz. Necə eləyirsiniz? Gətirsiniz üzərinə, oxudursunuz. Gördüyünüz kimi ikililənmiş olur. İkincisi, bunun qalınlığını, nazikliyini dəyişdirə bilirsiniz. Baxın, digərindən daha qalın olmuş oldu. Borderslar vasitəsilə yeni çərçivələri ala bilirsiniz. Baxın, görürsünüz də. Buradan vasitəsilə ol eləyərək ilk xanadır. Bax, xanaları idarə edirsiniz daha çox burada. Buradan misal üçün gəlib bu xananı da idarə edə bilirsiniz. İndi o niyə elə düşdü? Çünki buradan düzəltmişdik. Məsələn, gələk indi bunu border eləyək. Gördüyünüz kimi xətti nazikləşmiş oldu. Border painter vasitəsilə də rəngləməyə kömək eləyir sizə. Burası üzərinə tuta bilmədim. Baxın, o birisinin üzərinə oxumuş olur. Üzərinə tutmayanda oxumur var. Gördüyünüz kimi. İyulda imtahanda dümdüz bax buranın şəklini qoymuşdu. Bunu soruşurdu. Sadəcə təbii ki də altına yazmamışdı. Border painter nədir? Deyirdi ki, bu nə işə yarayır? Nə işə yaradı? Sərhəd xətlərini rəngləmə işinə yaramış oldu. Ondan sonra table layout hissəsində də eraser var, pozmaq üçündür. Bax, gördüyünüz kimi bunların hamısını sildi. Bütün xanaları silmiş oldu. Biz təbii ki, bunu geri qaytarırıq. Delete vasitəsilə sətirdir, sütundur, xanadır, hər hansı istəyirsənsə silə bilirsiniz. Insert əlavə etməkdir buradan. Əsas yer merge cell. Merge cell nədir? Ay Allah, yaxşı da get. Merge cell nədir? İki dənəsini seçirik. Misal üçün bunları birləşdiririk. Bax, bunu seçdik, birləşdirdik. Split nədir? Tam əksidir, bölməkdir. Burada misal üçün 4 dənə xanaya bölək. Bax, gördüyünüz kimi nə qəribə hallara saldıq, yazıq bizim cədvəlimizi. Ondan sonra burada lazım olan bizə, lazım olan hissəsi bax, bu data hissəsidir. Data hissəsində sort var. Yəni, indi daxilində heç yazmamışıq deyə. Bu cədvəlin daxilindəkiləri nizamlayır. Bayaqki var idi, ascending, descending hissəsi. Odur. Repeat header row elə bir ki, yazılmış mətni dəyişdirib eləyir cədvəl şəklində. Convert to text-dəki tam əksini eləmiş olur. Yazılmış cədvəli dəyişdirib eləyir tam əksi, yəni necə yazılar şəklində. Ondan sonra gəlir bizim draw. Draw hissəsi maraqlı hissəsi idi. İndi buralarını silək biz. Siləndən sonra draw hissəsi maraqlı hissəsi. Niyə? Çünki burada pozan var, karandaşlar var. Sonra gəlir ink to shape hissəsi var. Ink to shape nədir? Bunu bastıq. Məsələn, burada ağzımıza gələn üçbucağı çəkdik. Biz bunu ötürən kimi özü dəyişdirib eləyir normal üçbucaq. Və yaxud da ki, ulduz çəkdik biz burada. Ulduzdan başqa hər şey oxşadaq. İndi bunu dəyişdirib ulduz halına salır gördüyünüz kimi. Bir də ink to mass söhbəti var idi. Mən burada gətirib yazı yazırdım. Tutalım ki, bu cəm işarəsi bilirik. Yazırıq A-dan A-J. Burada da yazırıq 2-dən 4-ə qədər. Görürsünüz, hamısı dəyişir. Üstə gəlsin hasil işarəsi.
Burada da dəyişsin 5-dən 15-ə qədər. 5 o qədər bərabər, hə. Üstə gəlinsin. Burada heç nə yazmadıq. Burada da yazacaq kjet. K-nı buna n kimi oxuyur. Nəysə boş verin indi orası. Biraz zadaq görək. Hə, indi K oldu. Gördüyünüz kimi burada yazdıqlarımızı bir tıkla insert eləyib ekrana gətirə bilirik. Ondan sonra nələrimiz var? Bax, equation-dan da açılan yeni bir tab gəldi. Niyə bu? Çünki bizim gətirib əlavə elədiyimiz equation-dır, düstur sətridir. Sonra picture vasitəsi, illustration hissəsində picture vasitəsilə şəkil. Biz draw-ya keçmiş, hələ burada bu qədər şey var. Picture şəkil, shape figurlar əlavə eləyə bilirdik. Icon piktoqramlardır, bax bu ekranda gələcəyindi. Allah qoysa. Hə, buradan gördüyümüz kimi bəzi piktoqramları əlavə eləyə bilirik. Ondan sonra gəlir 3D modellər, ada 3D modeli əlavə eləmirəm də, dəfələrlə əlavə eləmişəm, ya da hətta eləyək. Qoy biraz daha maraqlı olsun. Nə əlavə eləyək, nəyi görmək istəyirsən? Hanı? Qoy görək. Daha qəşəng, ağac əlavə eləyək. Daha qəribə görsün. Bayramda kakras. Bunun adı nə idi bu gülün? Tülpan. Tülpan əlavə eləyək. Tamam ki, xanımlarımız özəl olsun. Hə, bunu götürək aşağıya, daha qəşəng görsənsin. Baxın, 3D model vasitəsilə də yeni bir əlavə tab açılmış oldu burada gördüyümüz kimi. Baxın, bunun hər tərəfinə daha ətraflı baxa bilirik. Bu arada qəşəng canlı görsənilmiş. Görək bunu hərəkət etdirə biləcəkmi? Yox, bunlar hərəkət eləmir, amma heyvan və s. əlavə eləyəndə hərəkət eləyir ki, normal olaraq gül necə hərəkət eləsin, bizimki də biraz qəribə oldu. Sonra gəlir smart artlar, ağıllı diaqramlar əlavə etmək üçündür. Bu ağıllı diaqramların şəklinə baxın, yəni normal diaqramlara bənzəmirlər. Bunlar daha qəribədirlər, daha high level'dırlar. Misal üçün, belə bir şey. Bunu necə biz adi diaqram kimi götürə bilərik və yaxud da ki, belə bir. Necə? Chartlar yox, bunlar daha qəşəngdir. Bunlar high level'dırlar. Arxa fondakıları silək ki, daha rahat görə bilək biz bunu. Bax, gördüyünüz kimi. Ondan sonra gəlir. Bu arada bununla da bir əlavə tablar açılır. Bax, burada gördüklərimiz. Bunların hamısının Windows Word-ün 4-cü hissəsində var. Ondan sonra screenshot ekran ani görüntüsünü, misal üçün, burada arxa fonda aktiv olanların şəklini göstərə bilərik. Onlayn videolar gedib brauzerlər üzərində video tapıb gətiririk. Linklər hiperistinadlardır, qısa yolları, kontrol nə idi? K-dır, bəli. Bookmark nə idi? Əlfəcinlər, kitabları, yəni ayırmaq üçündür. Cross-reference-da çarpaz istinadlardır. Hər hansısa bir diaqramlar və yaxud da ki, cədvəllər arasında istinad vermək üçündür. Comment burada bir əmrdən ibarətdir, amma review-da daha çoxdur. Header, footer, page, number. Bu üçü vasitəsilə ekran səhifələrimizi nömrələyə bilirdik. Necə nömrələyirdik? Baxın, misal üçün, buradan gəldik. Header-da yuxarıda nömrə gəldi. Və yaxud da ki, header footerdan da açılan bir əlavə tab vərəqi də var. Buyurun. Hə. Biri header'dır, biri footer'dır, biri page number'dır. 3 dənə. Orada tək cütləri fərqləndirirdi. Date and time-dan burada yox da şeydə nömrələnmək daha doğrudur. PowerPoint-da. Bəli. Bəli, orada var. Date time var. Var. Orada header footer'ı birləşdiriblər deyə 3 dənə variant var. Header footer, page number, date time.
Götürməsəz daha doğru, bəli. Qarışdırmırıq. On o şeydən date time hissəsini şeydən soruşun, Sənan müəllimdən. Footer aşağıda səhifə nömrələri və sair əlavə etməkdir. Misal üçün, bu da yeni gəlibmiş, mən də gördüm. Daha qəşəng görsənir. Ondan sonra hara getdi bu? Page number hissəsindəki səhifələrin nömrələridir. Ürəyiniz harasını istəyirsə götürə bilərsiniz. Ondan sonra text box mətn qutusu əlavə etməkdir. Bu mətn qutusunu burada belə əlavə eləyirik. Eləyəmirik. Gəlir buradan mətn qutusunu özümüz üçün əlavə eləyirik. Daxilinə yazırıq. Artıq bunun daxilində yazdığımız hər hansısa şey gördüyünüz kimi bir muxtariyyət yaranır. Yəni, onun daxili fərqlidir, digərləri fərqlidir. Ondan sonra gəlir, baxın, bunun da vasitəsilə yeni bir əlavə tab vərəqi açıldı bu arada. Ondan sonra quick parts tez istifadə olunan hissələri bax, auto text edirsiniz, yazırsınız burada. Word art daha qəribə tipli, daha çox başlıqlar üçün bizə yazı önərir. Sonra gəlir drop cap'lər, bu da ki effekt önərir. Ondan sonra drop cap'lər, nə idi drop cap'lər? Misal üçün 4-cü siniflərdə istifadə elədiyimiz nağıl kitablarında nə idi? Biri var idi, biri yox idi. Həmişə B-sı böyüklə yazılır deyə. Bax, onlar üçündür. Yəni, ilk sətrin ilk hərfi böyüklə yazılırdı. Signature line imza xətləridir. Date time, yaxşı bilərsiniz, görüş vaxtlarıdır. Burada gördüyünüz kimi görüşlərdir. Və nəhayət sonuncusu Oley obyekt texnologiyasıdır ki, bir tətbiqi proqramın digərinə tanıtdırılması üçündür. Baxın, burada gördüyünüz kimi Excel-lərin və s. gətirib bizim adi Word-ümüzdə açılıb da idarə edilməsi üçündür. Gördüyünüz kimi hər şey qarışdı bir-birinə. Content delegate'dan bir dəqiqə. Ondan sonra gəlir equation. Bu gördüyümüz nələrdir? Düsturlar. Bir də equation-a əlavə nəyimiz var idi bizim? Simvollarımız var idi ki, bu da açılsa, hə. Bu da klaviaturada olanlar da ola bilər. Təbii ki də bütün hamısı üçündür. Bizdə indi burada misal üçün birini əlavə eləyək. Tutalım ki, nə əlavə eləyək? Tamam, qəşəng olsun. Tutalım ki, bunu əlavə eləyək. Insert elədim. Baxın, burada gəlib düşən ən başdakı bizim ən son əlavə elədiyimizdir. Buna aid sual düşə bilər ki, misal üçün, buranın şəklini qoyacaq. Yazacaq, ən son əlavə olunmuş simvol hansıymış? Avro işarəsinin tərsi olandır. Bu. Necə oxunur, heç onu mən də bilmirəm. Bura düşübdür bu arada. Ondan sonra gəlir heç nə. Gəlir drone-u keçdik, gəlir design hissəsi. Design hissəsində elə vav bir şey yox idi. Burada dokumentin formatı var idi. Çox getdi. Dokumentin formatı var idi. Formatın rəngini dəyişə bilirdin, fontunu dəyişə bilirdin, yəni yazı şriftini. Ona effektlər verə bilirdin. Əsas gəlir watermark. Watermark hissəsi nə idi? Arxa fona konfidensiallığı qorumaq üçün, yəni müəllif hüquqlarını qorumaq üçün yazılmış yazılar idi. Misal üçün, buradan girək, yazaq Sənan Dabbarlı. Bunu okeylədik. Gördüyünüz kimi arxa fonda bu yekətə yazdı Sənan Cabbarlı. Baxın, burada düşmüş oldu. Sonra gəlir Page Color, Sənan Cabbarlıya uyğun bir dənə rəng seçirik. Misal üçün, More Colors'dan girib daha fərqli rənglər də seçə bilərik. Bunu da okeylədik. Gördüyünüz kimi arxa fona düşmüş oldu. Gözünüz ağrırsa deyərsiniz. Page border-sa ki, kənar boşluqları düzəltmək üçündür. Məsələn, girək buradan art seçək. Buna da Sənan müəllimin səhifəsini düzəldirik deyə ona uyğun bir şey seçək. Bunu seçək, tamam ki, şarlarla ifadə olunmuş hissəsidir. Ondan sonra gəlir layout, konsert layoutdadır. Margin var.
Page setup var birinci. Mərcin kənar boşluqlarının tənzimlənməsidir. Orientation səhvləşmədir. Baxın, hal-hazırda bu əyri oldu. Yatay moda keçdi. Təbii ki də biz bunu düz işlədirik. Size vərəqin ölçülərini buradan tənzimləyirik. Misal üçün bunu biraz da böyüdə eləyək A3. Gördüyünüz kimi nə boyda olmuş oldu. Bunu təkrar yerinə qaytaraq eləyək A4. Columns var. 2 sütuna bölmək üçündür. Bu daha çox, misal üçün, hər hansısa bir quizlər göndərəmi sizə ortasından 2 yerə bölünmüş olur. Bax, onlar üçündür. Ondan sonra bricks səhifələr arası bayaq gördüyümüz page bricklərdir. Bax, 2 dənə səhifəyə bölmüş oldu. Sonra line number sətirlərin nömrələnməsidir. Hyperpunctuation-dakı sətirdən sətrə Azərbaycanla keçirsə bunun adını unutdum. Hecalara, bəli. Hecalara bölünməsidir. Ondan sonra ən çox düşən o da, əzizə deyəsən. Deməli, birinci gəlir left. Burada bir dənə yazaq. Sənan mı? Left nədir? Soldan boşluğu tənzimləyir. Baxın, Sənan müəllimi daşıyırıq qırağa, sonra qaytarırıq geriyə. Sonra sağdan boşluqlarını tənzimləyin. İndi sağdan boşluq olmayacaq təbii ki də. Çünki sağ tərəfə tam olaraq söykənibdir. Nəysə, bu da qalsın yerində. Sonra bu Sənan müəllim bu 1 olsun. Bir dənə də olsun Sənan mı 2. Bu ikisi arasındakı boşluqları da buradan tənzimləyə bilərik. Baxın, hal-hazırda biraz aralıda bir-birindən küsdülər. Biz bunu yaxınlaşdıra bilirik. Gördüyünüz kimi. Before-dakı nə? Home-da sadəcə sətirlər arası, bəli, eləmək olur. Sonra qaytarırıq yerinə. Onun paragraf harda var? Bir, layout-da var. Bir də bayaq keçdiyimiz harda var idi? Home-da var idi. Ondan sonra gəlir position hissəsi. Hər hansısa bir obyekt yerləşdirək. Tutalım ki, bura. Figur olsun. Figurumuzun biri bu olsun. Tort olsun. Bir dənə də buradan bunu belə bir şey olsun. Tutalım ki. Girik layout-a. Layout-un daxilində position var. Pozisiyasını harada yerləşmək istəyirsənsə, buradan seçə bilirsən. Misal üçün, burada yerləşsinmi? Burada mı yerləşsin və s. Wrap text vasitəsilə bunu biz mətnin istədiyimiz hissəsinə baxın. Hal-hazırda gətirə bilmirik. Biz mətnin buna uyğunlaşmağa məcburdurlar. Bring forward. Bu da noyabr imtahanına düşmüşdür. Bu misal üçün rəngini dəyişdirək. Fill eləyək. Qara eləyək. Öz rəngimizə uyğun olsun. Bring forward önə gətirməkdir. Baxın, misal üçün bring forward-ı bastıq, gəldi önə. Send backward göndərdik geriyə. Noyabrda dümdüz düşmüşdür ki, obyekti digərinin önünə çıxarmaq üçün nədən istifadə edirik? Bring forward-dan istifadə eləmiş oluruq. Selection pane bayaq görmüşdük, harada var idi? Home-on editinginin, selectinin selection pane'i var idi. Bir də burada var selection pane. Selection pane vasitəsilə nə eləyirdik? Obyektləri gizlədirdik, göstərirdik. Align səmtləşmədir, harada yerləşir? Yenə buradan seçə bilərik. Qruplaşdırmadır, rotate-dəki obyekti tərsinə falan çevirməyə kömək eləyir. Belə gördüyünüz kimi. Referans hissəsi. Table of content vasitəsilə biz yaradırdıq nələri? Kim yadındadır? Bəli, ədəbiyyat siyahısını. Yəni, ədəbiyyat siyahısı deməyək də biz ona mündəricət desək daha doğrudur. Bəli, mündəricət desək daha doğrudur. Mündəricatı buradan idarə edirdik. Insert footnotes nə idi? Bax, footer-dan çox qarışdırırsınız. Qəti şəkildə qarışdırmaq yoxdur. Footnote səhifə sonu istinadlardır. Mən tutalım ki, bu Sənan müəllimi tanımıram. Gətirəm, aşağıda deyirəm ki, məntiq müəllimidir və tələbəmiz olubdur. Gördüyünüz kimi. Baxın, mən bu Sənan müəllimi tanımırdım burada. Üzərinə bir qoydum, gətirdim aşağıda izah elədim. Kim olub? Məntiq müəllimidir və tələbəmizdir. Ondan sonra gəlir nə? Insert station. Station nə edir? Ədəbiyyat siyahısı. Ədəbiyyat siyahısı nədir? Dissertation yazırdıq. Bəli.
Ağac sol. Yəni biz ona istinad deyirik. İstinad deyirik. Bir dənə istinad sözünü çıxara bilmədiniz ortaya. İstinadları əlavə etmək üçün. Ondan sonra gəlir insert caption. Caption vasitəsilə deyəcək ki, misal üçün hər hansı obyektdir, yazıdır və s. şəkildir və s. onları nə ilə adlandırırıq? Başlıq əlavə edirik captionlar vasitəsilə. Bax, misal üçün bu neçə oldu? Fiqur 1 olmuş. O Sənan müəllim elədi fiqur 1 deyən. Bu olmuş oldu fiqur 2. Bax, aşağısına gəlib düşür. Bu olmuş olacaq misal üçün fiqur 3, 23. Əldə oldu fiqur 23 gördüyümüz kimi. Sualınız varmı buradan? Gəlir review. Hə, o heç o ayrı burada gətirib hətta silib başqa bir şey də yaza bilirsən. Bax. Hə, görək. Caption-a girdik. Misal üçün buradan. Normalda fiqur kimi yoxdur. Yox, olmamış. Sadəcə başlıq əlavə edirsən. Daxilindəkini özün fiqurlardan bit fason verə bilirsən. Rəng falan. Formatda ola bilər ancaq hə, shape format vasitəsilə. O da fiqurun formatda, sadəcə yenə özünün deyil. Yox. Ondan sonra gəlir review. Review'un daxilində spelling and grammar var idi. Orfoqrafik, orfoepik səhvlərin düzəldilməsi. Scissors var idi. Sinonimlər, qısa yolu Shift F7-dir. Word count-dakı nə qədər sözüm var, neçə səhifədə yazmışam, nə qədər ümumiyyətcə spaces, yəni boşluqsuz karakter var, boşluqla bir yerdən istəyən karakterimiz var və s. Hər birini burada görə bilirik. Read aloud ucadan oxumaq üçündür. Check accessibility körlər üçün, daha çox körlər üçün deyil də, indi bu məhdud imkanlı şəxslər üçün istifadə olunan. Translate tərcümə eləyir bütün mətnimizi. Language ümumiyyətcə dilini dəyişdirir, read klaviaturamızın. Ondan sonra gəlir new comment, yeni komment əlavə etməkdir. Komment əmri vasitəsilə delete əlavə olmuş kommentləri silməkdir. Previous, yaxşı da. Previous əvvəlkinə baxış, next sonrakına baxış. Show comments-dəki kommentlərin hamısını bir-bir sağ tərəfdə sənə göstərmək üçündür. İndi niyə məndə göstərmir? Çünki heç bir kommentim yoxdur. Ondan sonra gəlir markuplarda işarələmələrdir. Əsas trackingdir. Tracking nədir? İzləmələrdir. Misal üçün, iki nəfər işləyirik, tutalım ki, bir müdir bizə baxır, ikincisi də ki, biz işləyirik. Müdir gəlir, tutalım ki, bizim Word-ümüzdə hər hansısa bir dəyişikliklər eləyir, tracklər eləyir. Siz onu istəsəz buradan qəbul edə bilərsiniz, istəsəz reject edib ləğv edə bilərsiniz. Compare-dakı əvvəlki ilə indikini müqayisə etməyə kömək edir. Protect vasitəsilə də parollar qoyuruq. Deməli, parolun qoyulmasını 3 yerin keçirik. Birincisi, faylın infosundan, ikincisi, faylın save as-indən, üçüncüsü də review-nun protect əmri vasitəsilə. Hiding-dəki tutalım ekranda hər hansısa bir mürəkkəblə yazı yazmışamsa, mən bunu hiding eləyərək həmin mürəkkəblə yazdığımı gizlədə bilirəm. View-nun daxilində görünüş rejimlərimiz var. Read mode hal-hazırda gördüyünüz kimidir. Geri qayıdırıq. Print layout çapda necədirsə elə göstərir sizə. Web layout web sənədlərdə görsəndiyi kimidir. Outline yeganə görünüş rejimidir ki, öz adı altında yeni lent gördüyümüz kimi qrupu açmış olur. Ondan sonra draftdakı qaralamaq üçündür. Bax, sol tərəfdə yazılır, sağ tərəfdə görsənir. Sizə imtahanda düşə bilər ki, qrafik obyektlərin görünmədiyi görünüş rejimləri hansılardır? Outline və draft. Ümumiyyətcə cümlə daxilində, daha doğrusu sual daxilində outline ilə draft varsa, atmaq istəyirsinizsə atın. Çünki ən mərdimazarı bu ikisidir. Hətta outline draftdan daha mərdimazardır. Daha çox yerdə cavablar olaraq gəlir. Gəlir print layout-a, ondan sonra gəlir Fox rejimini açır. Bax, gördüyünüz kimi escape-dən qaçıb qurtuluruq. Immersive Reader oxuyacaq.
Synonym to. Gördüyünüz kimi hamısını bircə-bircə oxumağa kömək eləyir. Ondan sonra vertical hal-hazırda gördüyümüz şaquli, yəni yuxarıdan aşağı, side to side'dakı yan-yana göstərmək üçündür. Ruler xəttkeşlərimizin görünüşüdür. Xəttkeşin görünmə modları var idi. Misal üçün, read modda heç bir xəttkeş görünmürdü. Niyə? Çünki T hərfi yox idi sonunda. Sonunda neçə dənə T var idisə, o qədər xəttkeş görünürdü. Baxın, read modu açdım. Hər hansı bir xəttkeş varmı? Yoxdur. Print layout iki dənə T var. Burada da iki dənə xəttkeş görsənir. Sonra web layout sadəcə bir dənə T var. Gördüyünüz kimi bir dənə xəttkeş görsənir. Outline sonunda heç bir T yoxdur deyə heç bir xəttkeş yoxdur. Nəhayət sonuncusu draft sonunda bir dənə T var deyə yuxarıda bir dənə xəttkeş görsənmiş olur. Bəli. Hı -hı. Hə. Baxın, bu yuxarıda gördüyümüz balaca ox abzasın ilk sətrinin soldan boşluğunu tənzimləyir. Aşağıda gördüyümüz yuxarı baxan bucaq abzasın ilk sətrindən başqa digərlərinin soldan boşluğunu təyin eləyir. Sonuncudakı abzası aptoboy dəyişdirmək üçündür. Yox da indi sən seçdiyin abzası, cari abzası, hansını seçmisənsə onu. Abzasın bütün sətirlərini. Gridline tor xətləridir. Arxada gördüyümüz kimi riyaziyyat dəftər eləyir. Navigation pane-də sol tərəfdə panel açılır ki, sən burada səhifələr arası daha rahat keçib gələsən. Misal üçün, vertikal eləyəndə promotor ikinci səhifəyə gördüyümüz kimi. Ondan sonra zoom gəlir. Minimum 10%, maksimum 500%-dir. Word-də minimum 10, maksimum 500. Excel-də minimum 10, maksimum 400. PowerPoint-də minimum 10, maksimum 400. Paint-də minimum 12.5, maksimum 800%-dir. 100%-i basan zaman promoy atır bizi 100-ə. Bax, aşağıda gördüyünüz kimi. One page bir ekran, bir səhifəni göstərir. Multiple page hər birini yan-yana göstərir. Page width-dəki ekrana tam şəkildə yerləşdirmək üçün artıq neçə faizsə onun öz işidir. New window yeni pəncərə açır. Baxın, gördüyünüz kimi hal-hazırda 2 dənə bizim PowerPoint-imiz, PowerPoint nədir? Word sənədimiz olur burada. Ondan sonra arrange all hamısını nizamlayır. Split nə idi? Mansur. Sol. Necə ikiyə bölürdü? Bəli, yuxarı tərəfdə başqa hissədə istifadə edirdin, aşağı tərəfdə başqa hissədə işləyirdin. Daha çox Android tipli telefonlarda olur bu. Necə idi? Yuxarıda WhatsApp-da başqası ilə, aşağıda Instagram-da başqası ilə yazışmaq üçün idi. Remove split eləyirik. Sonra gəlir bunu, yəni yüzünü açaq yenə. Gələk bura. Bunu side by side eləyən zaman gördüyünüz kimi scroll hər ikisində eyni şəkildə işləmiş olur. Bu sinxronal scrollingdən söhbət gedir. Restart window position-dakı bir əvvəlki versiyası nə idisə, ora qaytarmaq üçündür. Switch Windows-dakı pəncərələr arası keçiddir. Baxın, gördük, gəldik. Buradan da switch window eləyib, bayaqkına qayıda bilirik. Ondan sonra makroslar da, bəli, olar. Bax, söndən olar. Belə də gələndə yoxa çıxır. Olur. Yəni sırf birini istifadə edə bilirsən. Makroslar da tez-tez istifadə olunan mürəkkəb əməliyyatlar. Bəli. İndi keçirik. Buranı da açıram, sizə göstərirəm. Qəşəng əzbərləyirsiniz. Hara keçirik? 4-cü hissənin qısa yollarına. Bax, qısa yollardan çox imtahana düşür. Word-ün 4-cü hissəsi həm. Ən azından bir dənəsi düşür. O da Word-dən düşür yəni. Daha çox. Burada bayaqdan sizə göstərdiyim əlavə tab vərəqlərinə də baxa bilərsiniz. Bax, buradadır. Nə ilə nə açılır?
Əsas məsələ. Burdan o tərəfi qoyursunuz qabağınıza, yaxşı-yaxşı öyrənirsiniz. Ə, həqiqətən də yəni çox düşür. Yanvarda düşmüşdük, yanvarda yox, dekabrda düşmüşdük ki, misal üçün kontrol sola nə idi? Ya sağa idi, ya sola ikisindən biri idi və bu ikisindən biri düşmüşdü. Ə, ondan qabaqkında, yəni noyabrda düşmüşdük ki, tutalım. Shift F3-ün funksiyası nədir? Shift F3-ü tapa bilsəm, böyüklə yazmaq üçün də baxın burada. Change case, yəni baş hərflər rejiminə keçir. Bu caps lock var ha. Eyni funksiyanı yerinə yetirmək üçündür. Shift F7 düşür, misal üçün. Nə idi Shift F7? Sinonimləri idi, bəli. Əla. Yəni qəşəng-qəşəng əzbərləyirsiniz, yaxşımı? Sualınız varmı? F9. Sualımız yoxdur ki. Hə, dediyim kimi, yəni bax burada yazdığım hamısı bircə